Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə PES Akademinin kurikulum təlimçi Pəri Firud qızı. Bu günlərim sizlərə imtahan səviyyəli 10 sınaq təqdim edəcəm. İnşallah ki, bu sizin üçün faydalı olar və eyni zamanda da bu tip videoların ardından gəlməyini istəyirsinizsə, kanala abunə olmağı, həmkarlarınızla paylaşmağı unutmursunuz. Gəlin, vaxt itirmədən başlayaq birinci sualımıza. Birinci sualımızda cədvəldir və cədvələ əsasən uyğunsuzluğu müəyyən edin deyir. Yəni, uyğunsuzluğu istəyir bizdən. İndi baxaq, nə uyğunsuzluğudur? Doğrunun altından biz yanlışı tapmalıyıq. Doğrunun altından, yanlışın altından düzü tapmalıyıq. Yəni, uyğunsuzluq dediyinə görə biz bu versiyada götürürük. Şagirdlər tapşırıqları öz şəxsi istəklərinə əsasən müxtəlif mənbələrdən istifadə etməklə müxtəlif üsullarda təqdim edirlər. Əsas budur ki, şagird mövzunu necə mənimsədiyini göstərə bilsin. Diferensial yanaşmanın komponentlərində biz bunu nəticə komponentində öyrənmişdik. Və diferensial yanaşmanın hansı komponentlər var idi? Gəlin bir onu da yadımıza salaq. Komponentlərindən nəticə komponenti var idi, proses komponenti var idi, qiymətləndirmə komponenti vardı və eyni zamanda məzmun komponentini öyrənmişdik. Və bizdə də nəticə komponentini deyir. Doğrudur. Şagirdlər özünə məxsus intellekt və öyrənmə təzləri vardır. Uğurlu diferensial təlim özündə məzmunu müxtəlif yolla çatdırmağa etibar edir. Proses komponenti, bu da doğrudur. Baxaq digərinə. Tədris zamanı sinifdə olan şagirdlərin bəziləri məzmunu tamamilə anlaya bilər. Bəziləri qismən mənimsəmiş ola bilər. Bəziləri isə daha yaxşı qavraya bilər. Məzmun komponenti, bu da doğrudur. Məzmun komponentinə aiddir. Sinifdə eyni zamanda müəllim tərəfindən aparılan qiymətləndirmə, özünü qiymətləndirmə və qarşılıqlı qiymətləndirmədən istifadə olunur. Diferensial təlimə xidmət edir qiymətləndirmə. Bu da doğrudur müəllimlər. Yəni, bizdə doğrunun altından bir yanlış lazım olduğuna görə 1 və 2-ni seçə bilmərik. Biz yanlışın altından 3-ü, bir də 4-ü götürə bilərik. 3 və 4 variantlarda C variantı olacaqdır bu sualımızın cavabı. Uyğunsuzluq dediyinə görə bu cürlə seçdik müəllimlər. Gəlin növbəti sualımıza keçid edək. Növbəti sualımız hansı ki, yeni nəzəriyyələrlə bağlıdır. Baxaq bizdən nəyi istəyir? Müəllim şagirdləri gəzintiyə aparır. Gəzinti zamanı şagirdlər bir-birlərinə əyləncəli oyunlar oynayıb gözəl gün keçirdirlər. Müəllimin təşkil etdiyi bu gəzinti seçim nəzəriyyətinin hansı ehtiyacını nəzərə alıbdır? Baxın müəllimlər, bizə deyir ki, bu hissədə əyləncəli oyunlar oynayırlar uşaqlar. Gözəl gün təşkil edibdir müəllim bu şagirdlərə. Deməli ki, seçim nəzəriyyəsinə görə müəllim əyləncə ehtiyacını qarşılayıbdır. Cavabımız olacaqdır Y variantı. Növbəti suala baxaq. Cədvələ əsasən uyğunluğu müəyyən edir. Bu sualda müəllimlər, birinci sualda da cədvəl gördük və birinci sualımızda cədvələ əsasən uyğunsuzluq istəmişdik. Amma indi uyğunluğu deyir. Uyğunluq dediyinə görə doğrudan doğru biz yanlışdan yanlışı seçməliyik. Baxaq. Seçim nəzəriyyəsinin əsas məqsədi şagirdin həmyaşıdları ilə güclü əlaqə qurması, öyrənmə və inkişafı ilə bağlı məlumatları seçmə etməsi, öz düşüncələrini idarə etməsi. Bəli, elə bu verilən seçim nəzəriyyəsinin əsas məqsədidir deyə bilərik. Seçim nəzəriyyəsinin ən mühüm ehtiyacı sevgi və ya məsuliyyət ehtiyacıdır. Bu da doğrudur. Yanlışa baxaq. İndi yanlışın altından görə bizlərə nəyi təqdim edir? Sağ qalma ehtiyacı, psixoloji komponenti də vardır ki, nizam, intizam və təhlükəsizliklə əlaqədardır. Bu da doğrudur müəllimlər. Amma bizdən yanlış olanı istəyirdik. 3-ü seçə bilmərik. Azadlıq ehtiyacında müəllim şagirdlərə seçim imkanı verir ki, hansı ki, azadlıq ehtiyacında müəllimlər, belə deyim də, müəllim şagirdə özü seçim imkanı verir. Şagird özü seçəcək ki, mən nə istəyirəm. Essay və yaxud sinif layihələri üçün mövzuları şagirdlər özləri seçə bilər. Yəni, yenə də müəllim ötürüdür şagirdləri. Şagird özü seçəcəkdir azadlıq ehtiyacında. Bu da doğrudur müəllimlər. Yəni, azadlıq ehtiyacına aiddir. İndi biz doğrunun altından doğruları, yanlışın altından yanlışları seçəcəkdik. Amma yanlışın altından heç bir variantımız yanlış olmadığı deyə 3 və 4-ü götürə bilmərik. Çünki bunlar doğrudur. Amma 1-i və 2-ni seçə bilərik. 1 və 2-ni biz elə A variantında görürük. Üçüncü sualımızın da cavabı olacaqdır A variantı. Gəlin növbəti sualı keçid edək. Görək növbəti sualda bizdən nəyi tələb edir? Uyğunsuzluğu istəyir. Uyğunsuzluğu müəyyən edin.
Müəllim şagirdlərə yarışmada qalib olduğu üçün hədiyyə təqdim etdim. Müsbət gücləndirici. Bəli, müsbətə müsbətlə cavab verməyimiz müsbət gücləndiriciyə aiddir. Sinif yoldaşı ilə yola getməyən Turalı müəllim təşkil etdiyi gəzintidən məhrum edir. Negativ cəza. Bu da doğrudur. Yəni uşağı nədənsə məhrum eləməyimiz, gəzintiyə, ekskursiyaya aparmamız negativ cəzadır. Nuray hər zaman dərsinə hazırlıqlı olduğu üçün müəllim onu əlavə tapşırıqdan azad edir. Məsəl üçün, yay tətili tapşırıqlarını il boyu qızım sən yaxşı dərslərə hər zaman hazırlıqlı olmusan deyə yay tətili tapşırıqlarını sən etməzsən. Bu zaman nə olacaqdı? Biz negativ gücləndirmədən istifadə edirik. Amma bizə deyir ki, burada pozitiv gücləndirmə. Pozitiv gücləndirmə müsbətə müsbətlə cavab verməyimiz idi. Biraz öncə səsləndirdim onu. Amma burada negativ gücləndirmədir. Cavabımız olacaq da uyğunsuzluğu istəmişdi deyə C variantını seçə bilərik. Keçid edək 5-ci suala. Sosial intizam modelinə aid olan səhv variantı seçin. Başqalarını məşğul etməklə ondan xüsusi diqqət, qayğı gözləmək uşağın məqsədi. Bu doğrudur. Yəni burada doğrudur. Özüm incinəndə başqalarını da incidirəm. Mən bəyənilə və sevilə bilmirəm. Uşağın inancıdır. Mənə öhdəsindən gələ biləcəyim kiçik addımlar göstərin. Uğurlarımı vurğulayın. Və məni özümü olduğum kimi qəbul etməliyəm. Cəsarətləndirməyə ehtiyacım var. Uşağın məqsədi. Bu müəllimlər gizli mesaj ola bilər. Uşağın ötürdüyü gizli mesaj ola bilər bizə. Yəni bizə deyir uşağın məqsədidir, bu yanlış olacaq da. Mənə kömək et, incinmişəm, hisslərimi qəbul et. Gizli mesaj, yenə də uşaq burada mesaj ötürə bilər bizə. Güc nümayiş etdirməklə nüfuz qazanmağa çalışmaq uşağın məqsədinə aiddir. Sosial intizam modelinə aid səhv variantı seç. Səhv variant da C variantı oldu ki, biz burada uşağın ötürdüyü gizli mesaj idi bu. Uşağın məqsədi deyildi. Yanlış olan da 5-ci sualda C variantı olacaqdı. 6-ya baxaq. Sitarə riyaziyyat dərsini çox sevir, müəllimin dediklərini anındaca başa düşür və dərhal verilən tapşırıqları yerinə yetirməyə çalışır. Stimula cavab nəzəriyyəsinə görə şagird hansı prinsipə uyğundur? Şagird əgər dərsini çox sevirsə, şagird müəllimin dediyini anındaca başa düşür, dərhal yerinə yetirirsə, hazırlıq qanununa aiddir. Məşq qanunu o deməkdir ki, yəni biz müəllimin öyrətdiyi şagird dəfələrlə təkrar edir, oxuyur, gözdən keçirir. Bu məşq qanununa aid ola bilərdi. Cavabımız olacaqdı hazırlıq qanunu. 6-cı sualda cavabımız oldu B variantı, növbəti. Uyğunluğu müəyyən edin, deyir 7-də. Bullinin məqsədinə görə bullingin növləri, bullingin göstərdiyi davranışa görə bullingin növləri, bullinin birbaşa və ya dolayı təsirinə görə bullingin növləri. Bullinin birbaşa və dolayı yolla təsirinə görə növləri nə ola bilər, müəllimlər? Bu, belə deyək, vasitəli və vasitəsiz ola bilər. Vasitəli, vasitəsizi A variantında görürük. Bu hissəyə A-nı qeyd edək. Bullinin göstərdiyi davranışa görə bullingin növləri nə ola bilər? Bu, fiziki və qeyri-fiziki bulling ola bilər. B-də biz bunu görürük, qeyd edək. Daha sonra, bullinin məqsədinə görə növləri deyirsə, məqsədinə görə məqsədli və yaxud məqsədsiz şəkildə mən bulling edə bilərəm. Bunun da biz məqsədli, məqsədsizi C-də görürük. İndi variantlarda 1-də C-ni qeyd elədik. 1-də harada C ilə başlamırsa çıxaq. Elə cavab özü deyir ki, mən buradayam. 1C, 2B, 3A. Cavabımız olacaqdır 7-ci sualda C variantı. Baxaq 8-ci suala. 8-ci sualda bizdən nəyi tələb edir? 8-ci sinif şagirdi olan Emil nitqində problem olduğu üçün danışığı digər yoldaşlarından fərqlənirdi. Sinifin bir qrup uşaqları fürsət tapan kimi Emilin danışığını məsxərəyə qoyur, onu hərəkətlərində təqlid edirdilər. Bu zaman şagirdin davranışını bullingin hansı növünə aid etmək olar? Kiberbullying, düşünülməmiş bullying, məqsədsiz bullying, fiziki bullying, qeyri-verbal bullying. Baxın, müəllimlər yoldaşlarına
fürsət tapan kimi Emilin danışığını məsxərəyə qoyur, onun hərəkətlərini təqlid edirlər. Yəni burada uşaq sadəcə olaraq qeyri-verbal yolla uşağa bullyingə məruz qoyur da, qeyri-verbal. Məsəl üçün verbal burada ola bilməz. Uşağı hər hansı bir sözlə təhqir edəsə verbal sayıla bilər. Kiberbullying burada sosial şəbəkələrdə uşaq haqqında yanlış məlumatlar yazsa, uşağı sosial şəbəkələrdə təhqir etsə, bu zaman kiberbullyingə aid ola bilərdi. Amma bizə verilən situasiyaya görə cavabımız olacaqdır qeyri-verbal bullying. Qeyri-verbal bullyingin növünə burada rast gəlib. Cavabımız olacaq 8-də Y variantı. Baxaq növbəti suala, 9-cu suala. Buyurun, baxın 9-cu sualda bizdən nəyi tələb edir? Sevda müəllim valideyn iclası keçirdir. Valideyn iclasında biri övladı haqqında məlumat əldə etmək istəyir. Valideyn iclasında biri övladı haqqında məlumat əldə etmək istəyir. Lakin müəllim iclasda ümumi məsələlərdən danışır. İclasdan sonra isə valideynlərə övladı ilə bağlı daha detallı məlumat verir. Situasiya ilə bağlı hansı fikir doğrudur? Bizdən doğru fikir istəyir. Müəllim valideynlərə elə iclasda övladı ilə bağlı məlumat verməlidir. Yəni övladı haqqında məlumat verə bilər, amma biz burada məxfiliyi qorumamış oluruq da. Məsələn, uşaq nadincdir, uşaq dərsinə hazırlıqlı deyil. Bunu ümumi olaraq müzakirəyə çıxartmamız digər valideynin yanında, digər şagirdin yanında bu yaxşı sayılmayacaqdır və doğru da deyil. A variantı doğru deyil. Müəllim konfidensiallığı qoruyaraq müəllim valideyn arasında olan münasibəti tənzimləyir. Bunu doğru kimi götürə bilərik. Çünki müəllim ümumi məsələlərdən danışdı, amma uşaq haqqında məlumat vermədi. Uşaq haqqında, yəni iclasdan sonra valideynlərə övladı ilə bağlı detallı məlumat verir. Kim nadinclik eləyir, kim dərsinə hazırlıqlıdır, kim belə deyək, çalışqandır. Bu haqda iclasdan sonra hansı ki mənfi, müsbət tərəflər şagirdin özünə məxsusdursa, onu iclasdan sonraya saxlayıb və valideynlərlə təklikdə danışır. Müəllim konfidensiallığı qoruyubdur. Bunu doğru götürə bilərik. Müəllim iclasda şagirdlər haqqında məlumat verməməsi valideynin hüququnun pozulması ilə nəticələnir. Hansı ki, hüquq və vəzifələrimizi öyrənərkən belə bir ifadə işlətmişdim ki, müəllimin vəzifəsidir ki, valideynə məlumat ötürsün. Amma valideynin isə hüququdur ki, övladı haqqında, dərsə davamiyyəti haqqında məlumat alsın. İndi bu situasiyada müəllim konfidensiallığı qoruyubdur. Yəni bunu da doğru götürə bilmərik. Müəllim məlumat verir, amma ümumi olaraq valideynlərin içərisində demir. Dərsdən sonra bunu çatdırır. Yəni iclasdan sonra daha doğrusu. İclasların bu şəkildə keçirilməsi müəllim valideyn münasibətinə təsiri olmur. Əksinə təsiri olur. Dəfələrlə bir şagirdimizi valideyn iclasında məsələn Nurayın anasına Nuray haqqında məlumat verirəm, neqativləri deyirəm. Nurayın anasına o xoş olmayacaqdır. İkinci dəfə valideyn iclasına həmin valideyn gəlməyəcəkdir. Yəni təsiri olur. Bu da yanlışdır. Verilən situasiyada müəllim öz vəzifəsini yerinə yetirmir. Bu da yanlışdır. Aha. Bizdən doğru cavabı istəyirdisə, doğrunu da B-də qeyd elədik. 9-cu sualda cavabımız olacaqdır B variantı. Keçirik növbəti. Buyurun, baxaq 10-cu suala. 10-cu sualda bizdən nəyi tələb edir? Müəllimin hansı fəaliyyəti sinifdə sosial-emosional öyrənməni təmin etmək üçün səmərəli olmaz deyir. Şagirdlərin təhsildən yayınmasının onların həyatına təsirini müəyyənləşdirmək məqsədi ilə sosial layihələrə cəlb edir. Səmərəli olmayacaq, amma layihələrə cəlb edilməsi səmərəli hesab edilə bilər. Şagirdlərin məzmunun dərindən öyrənmələri, müvafiq bilik və bacarıqlara sahib olmaları üçün müxtəlif strategiyadan istifadə edir. Bu səmərəli olmaya bilər. Yenə digər variantlara baxaq. Şagirdləri hazırda necə bir şagird olduqlarını, gələcəkdə hansı bilik və bacarıqlara sahib olmaq istədiyi ilə bağlı refleksiya etmələrinə imkan yaradır. Bu da sosial-emosional öyrənməni təmin edəcəkdir. Şagirdlərə müxtəlif situasiyalarda emosiyalarını yaxşı istiqamətə yönəltmək üçün fərqli strategiyadan istifadə edin. Bu da sosial-emosional öyrənməyə daxildir.
komanda işi və empatiya inkişaf etdirmək üçün şagirdlərin müxtəlif xeyriyyətçilik fəaliyyətində iştirakına şərait yaratmaq. Bu da şagirdlər üçün sosial-emosional öyrənməni, belə deyim, inkişafına təkan verəcəkdir. Amma təkan verməyən hansı, yəni səmərəli olmayan hansı olacaqdır? B variantı. 10-cu sualımızın da cavabı olacaqdır. B variantı. Və müəllimlər. Aha. Baxaq 11-ci suala. 11-ci sualı müəllimlər sizlərə həvalə edirəm. Buyurun bir baxın, videonu saxlayarsınız, daha sonra qeyd edərsiniz cavabı. Və müəllimlər, hansı ki bu tip videoların ardının gəlməsini istəyirsinizsə, mütləq şəkildə kanala abunə olun. Sizlərə təqdim olunan videoları həmkarlarınızla paylaşmağı unutmursunuz və bu tip videoların ardının gəlməyini istəyirsinizsə, kanala abunə olub rəy bölməsinə öz fikirlərinizi yazın. 11-ci sualın da cavabını eyni zamanda qeyd edirsiniz. Sizə 10 suala baxdıq. 10 sualda neçə düz, neçə səhviniz oldusa, onu da qeyd edirsiniz mütləq şəkildə. Hər birinizin də yəni neçə düz, neçə səhv olduğunuzu rəy bölməsində baxacağam. Bu qədər müəllimlər oldu. Sağ olun, salamat qalın. Növbəti sınaqlara dək. Sağ olun.